Qarabağ Newcastle maçında Qarabağ hesabda geri düşən kimi komandanın əsas mərkəz müdafiəçisi Bəhlul Mustafazadə sanki zədələnmiş kimi meydanı tərk etdi. Təbii ki, bu əsas iddialardan biridir. Yəni bu iddialar artıq qısa zaman kəsiyində geniş yayıldı. Təbii ki, biz onun yanında deyilik. Tam dəqiq danışa bilməsəm də əgər ki Bəhlul həqiqətən də zədələnməmiş oyundan çıxdısa, yəni öz belə deyim də o futbolçu çəkisini qorumağa çalışdısa, yəni böyük bir məğlubiyyətdə payı olmaması üçün o addımı atdısa, bu ilk növbədə Qarabağa, Qurbanova, Qarabağ rəhbərliyinə daha da acınacaqlı Qarabağ azərkeşlərinə və Azərbaycan futboluna bir böyük bir hörmətsizlikdir. Sən öz bir oyunluq, yəni öz düşüncəndə qoruduğun bu çəki və şəxsi reytinqdirsə, amma Azərbaycan futboluna, Qarabağ rəhbərliyinə, Qarabağ komandasına, azərkeşlərə, komanda yoldaşlarına birbaşa hörmətsizlik və qeyri-peşəkar davranışdır. Həqiqətən də zədən yoxdursa əgər.